Mən döyüş zamanı şəhid qardaşlarımın adını övladlarıma qoymuşam. Naxçıvan şəhidi Xəlilbəyli Turqudun adını daşıyır. Turqud Mövsümzadə. Füzuli şəhidi Kənan Məmmədovun adını daşıyır. Üç evdən üç oğlum şəhid olub və birinin adını götürmüşəm. Övladlarına şəhid dostlarının adını qoyan qazi Azərbaycanın fədakar, yardımsevər və cəsarətli övladlarından kömək istəyir. Saatlı rayon Qaranur kənd sakini Mövsümov Ağaççı Sabiroğlu media qrupumuzdan xahiş edir ki, onun səsini ölkə ictimaiyyətinə çatdıraq. Qazi Mövsümovu təqdim edirik. Vətən uğrunda övladlıq borcunu yerinə yetirən vətən fədaisinə dəstək olmağımızı unutmayaq. Mövsümov Ağaççı Sabiroğlu, Sarsıl rayonunun Qaranur kəndində yaşayıram. Media olaraq sizə müraciət eləmişdim ki, köməklik göstərəsiniz. Mən hal-hazırda 44 gün müharibəsinin iştirakçıyam. 44 gün müharibəsinin iştirakçıyam. Cəbrayılda yaralanmışam. Ali Baş Komandanlarımız tərəfindən qrup verilib mənə. Hal-hazırda medallarım və özüm döyüşdə iştirak eləmişəm. Sadəcə sizdən istədiyim, mən Azərbaycanın xeyir-sevər, dəyərli qardaşlarımdan sadəcə köməklik istəyirəm ki, sadəcə xahişim odur ki, mənə dəstək eləyə, Azərbaycanın mərd qardaşlarım mənə dəstək eləyə, bu evi davam eləyəm. Kömək, kredit götürmüşəm, evi qaldırmışam yarıya kimi, gücüm çatmır, imkanım zəif olub deyib, mən tam qaldıra bilməmişəm. Hal-hazırda 5 nəfər yaşayıram, bir otağın içində yaşayıram, vəziyyətim həddindən artıq pis vəziyyətdədir. Sadəcə xahiş edirəm, bir dənə oranı göstərərdiniz, çəkərdiniz. Anadan gəldim deyib, yəni imkanım zəiflədi, yəni gücüm çatmadı. Azərbaycan qeyrətli qardaşlarından xahiş edirəm ki, mənə köməklik göstərərdi. Gücü hər an gücü nəyə çatsa köməklik göstərərdi. Bu evi tikib başa çatdırardı. 3 övladım var. Çox bir şey istəmirəm. Bir otağını istəyirəm, qaralayım, övladlarımı salım içinə. Yəni rahat özüm yavaş-yavaş imkanım çatdıqca eləyərəm. Sadəcə sizdən artıq dərəcə xahiş edirəm ki, dəstəyinizi, köməyinizi əsirgəməyəsiniz.